Həmçin sevinək. Nəyə görə? Bu nemətləri bəzən insan görmür. Ailəmizə görə. Çünki ailə bir sığınacaqdır. Yorğun ruhun dincəldiyi yerdir. İnsanı ayaqda saxlayan dayaqdır. Ailə varsa insan tək deyil. Ana duası varsa yol itməz. Ata varlığı varsa kürək möhkəmdir. Övlad gülüşü varsa ev cənnətə çevrilir. Bu nemət bəzən nəsib olmur. İllərlə istəyənlər var. Biz bu ölkəmizdə, bu əmin-amanlıq içərisində ailəmizlə bərabərsə bu böyük bir nemət deyilmi? Halbuki biz buna görə Rəbbimizə çoxlu şükr etməliyik. Gəlin ailəmizə görə sevinək. Kəm, kədəri tərk edək. Elə bu illə hamısını tərk edək. Gələcəyə daha ümidli, dua ilə, istəklə. Peyğəmbərimiz hər zaman ümidli olardı. Və Allah da Quran-ı Kərim buyurur ki, Lə təxnatu min rəhmətillə, Allahın rəhmətindən, mərhəmətindən ümidinizi kəsməyin. Allah bütün günahları əfv edəndir. Baxın, buna görə sevinək. Allah da bizi sevinməyə dəvət edir. Ucalı ailələrimizi qorusun. Evlərimizi mərhəmət, səbir, sevgi ilə doldursun. Sevinək, valideynlərimiz həyatdadırsa, bu ölçüyə gəlməz bir nemətdir. Ana nəfəs evdədirsə, ata duası arxamızdadırsa, hələ də deməli qorunuruq. Bəzən bunu hiss etmirik. Amma valideynin varlığı insanın belini düz saxlayan bir dayaqdır. Bu nemət üçün şükr edək Rəbbimizə. Həmçinin əgər valideynlərimiz dünyadan köçübsə, onları da unutmayaq. Onlar üçün dua etməliyik, sədəqə verməliyik, yaxşı işlər görməliyik. Çünki onların bizdən gözlədiyi ən böyük hədiyyə salih evladın duasıdır. Unutmayaq ki, valideynlər bizə təkcə ad, soyad qoyub getmədilər. Onlar bizə vicdan, dəyərlər, namus, vətən sevgisi əmanət etdilər.